Neftçi üçün yük idi. Neftçi o yükdən azad olub. Hətta başda o ulduz futbolçu Abubakar olmaqla Verindub'u buna görə təşəkkür edirəm. Böyük bir bəla olub. Neftçinin başına müqaviləsi var. Ona görə xüsusilə ötən mövsümün ikinci yarısı gizli 9 nömrəyə çevirdi Yuri Verindub Varqası və çox faydalı olmağı bacardı. Əskiylər də var. Neftçiyə düşünürəm ki, ən azı 2-3 daha yaxşı transfer mütləq lazımdır. Çünki Verindub təkcə Avrokubokları düşünmür. Həm də Premyer Liqanı düşünür və hətta çempionluq hədəfini açıq-aşkar bildirib. Salam dəyərli Xanoğlan Hoca və Sözüm Var verilişinin daimi izləyiciləri. Necəsən hoca? Şükür, yaxşıyam. Bilirsən də axşam Neftçi oynayır. Bəli. Elə bizim də fikrimiz, sözümüz Neftçidəndir. Neftçi haqqında nə sözün var hoca? Neftçi azarkeşləri çox narahatdır. Bizə yazırlar, sosial şəbəkələrdə də, verilişlərimizdə də bizə yazırdılar. Neftçi nə dəyişib Neftçidə, nələr dəyişib Neftçidə, bizi hansı Neftçi gözləyir? Elə biz də Neftçidə nələrin dəyişməsi, nəyin dəyişməsi ətrafında söhbətlərimiz olacaq. Həm komandanı tərk edən futbolçular var, həm yeni transferlər var. Komanda artıq Avrokuboklarda meydana çıxacaq, nə vəd eləyir? Elə birbaşa istəyirəm söhbətə daxil olaq, Nicat. İlk öncə onu deyim ki, Neftçi azarkeşlərini, Neftçi komandasını təbrik edirəm. Nəhayət 2 mövsümlük aradan sonra komanda Avrokuboklara qayıdıb. Nəhayət Neftçini Avrokuboklarda səhnədə görəcəyik. Həqiqətən çox maraqlıdır. Hər nə qədər 2 illik fasilə üzücüdürsə, meydanlara qayıtması sevindiricidir. Çünki Neftçinin ölkə futbolunda yeri xüsusidir. Həm tarixi, həm çəkisi, həm nəticələri, nailiyyətləri. Bu baxımdan məncə bütün futbol ictimaiyyətini təbrik edə bilərəm. Neftçinin nəhayət Avrokuboklara qayıtması münasibətilə. İndi isə qayıdaq əsas məsələyə necə qayıdır? Heyət olaraq, komanda olaraq. Başlıca müsbət məqam kimi onu qeyd etməliyəm. Son illərdən fərqli olaraq mövsüm başa çatandan sonra Neftçidə hər hansı kütləvi dəyişiklik baş vermədi. Heyətin özəyi, onurğa sütunu qorunub saxlanıb. Sevindirici haldır. Bəli, həqiqətən sevindirici haldır. Baş məşqçi postundadır. Gedən futbolçulara göz atanda yalnız böyük ölçüdə ciddi üzüntü yaradacaq ad deyil, amma qismən Ortisin qalmasını məsələn mən istəyərdim. Hardasa fayda verirdi komandaya, həm rotasiyalarda, həm ehtiyat heyət gözündən baxası olsaq, Ortis məncə faydalı futbolçudur. Qarabağla da xüsusilə son oyunda kifayət qədər faydalı iş əmsalı ortaya qoya bilmişdi. Yalnız Ortisi qeyd edə bilərəm. Digər futbolçular məncə Neftçi üçün yük idi. Neftçi o yükdən azad olub. Hətta başda o ulduz futbolçu Abubakar olmaqla komanda bu futbolçulardan canını qurtara bilib. Qalan futbolçularla bağlı sevindirici məqam heyətin özəyi qalıb. Amma bir ad var ki, o heç də sevindirmir. Shtogren. Böyük bir bəla olub. Neftçinin başına müqaviləsi var, ona görə yollar heç cür ayrıla bilmədi. Hətta ötən yay fasiləsindən Neftçi bu futbolçuyla, Ukraynalı futbolçuyla yollar ayırmaq istəyirdi, amma mümkün olmadı. Komandada qalır, yoxlama oyunlarında da izlədim. Ənənəvi alışdığımız Shtogrendir. Bir müqəvvadır sanki Neftçidə, hər hansı bir faydası yoxdur. Həqiqətən o günü Neftçi azarkeşləri yəqin ki, çox gözləyir ki, Shtogren Neftçidən ayrıldı xəbəri mətbuatda çıxsın, Neftçinin rəsmi səhifələrində yayılsın. Yalnız qalanlardan Shtogren'i qeyd edə bilərəm. Digər futbolçular məncə qalmalı idi və qaldı geniş çapda. Gələn futbolçular düşünürəm ki, yaxşı adlardır. Yeri futbolçulardan Rüfət Abbasov transfer olunub. Verindub'u buna görə təşəkkür edirəm. Yəni əslində
hazırki məqamda limitin olmadığı dönəmdə yerli futbolçulara ciddi maraq yoxdur. Və görünən odur ki, oynadacaq. Bəli, görünən odur ki, oynadacaq. Yoxlama oyunlarında da şans verdi. Bir qədər zaman lazımdır. Gənc futbolçudur, 20-21 yaşı var. Neftçinin öz şinelindən çıxıb, Neftçinin yetirməsidir, əzmkardır, döyüşkəndir, xarakteri var. Ola bilər ki, ilk oyunlarda müəyyən səhvləri olsun. Amma məncə Neftçi azarkeşləri bir qədər səbirli olmalıdır Rüfət Abbasova yanaşmada. Digər futbolçuları orta xəttdə Klismanı qeyd edə bilərik. Oyunlara baxdım. Adaptasiya olması üçün zaman lazımdır. Məncə fayda verə biləcək komandaya. Bundan başqa Gravilyonu qeyd eləyərdim. Gözləntilərim çoxdur bu futbolçudan. Stoper kimi Neftçi arxada qalan mövsüm həmin zonada çox əziyyət çəkirdi. Bir futbolçu cəzalananda, bir futbolçu zədələnəndə stoperlərdən Verindub başını tutmalı olurdu. Çünki ehtiyatda geniş rotasiya imkanları yox idi. Hətta biri də olsaydı daha yaxşı olardı, amma düşünürəm ki, Gravilyo kifayət qədər fayda verəcək Neftçiyə. Digər futbolçulardan yeni transferlərdən Tup da açığı məni tam açmır. Yeganə bəyənmədiyim yeni transferlərdən Tupdadır. Sanki Neftçinin sisteminə, ümumiyyətlə Azərbaycan futboluna yad bir belə deyim də bir görüntüsü var, oyun sistemi var. Bilmirəm, bəlkə tək yanılığım hücum xəttində, amma nəzərə alaq ki, komanda Oyunlarına baxmışam, istəklidir, tamam. İstəklidir və görsənir ki, özünü göstərməyə çalışır, amma sənin sözü və qüvvət nə dərəcədə bu sistemə uyacaq? Azərbaycan futbolu biraz fərqlidir. Bəli, Azərbaycan futbolu fərqlidir, kənardan görüldüyü qədər asan deyil. Var yəni. Hətta ehtiyat qüvvə kimi belə gücləndirəcəyini gözləmirəm də, tək yanılım. Yalnız yeni transferlərdən bəyənmədiyim Tupdanı deyərdim. Amma nəzərə alaq ki, Bastalo Sambu qalıb, komandanın bombardiri qalıb, komandadadır. Yəqin ki, əsas hücumçu kimi yenə Sambudan faydalanacaq komanda və ən önəmlisi bunu da yeni transfer adlandırmaq olar, amma Neftçiyə tanış simadır. Freddy Vargas, biz artıq həftələrdir Vargas ətrafında müzakirələr gedirdi, söhbətlər gedirdi. Xüsusilə ötən mövsümün ikinci yarısı gizli 9 nömrəyə çevirdi Yuri Verindub Vargası və çox faydalı olmağı bacardı. Təəssüf ki, gec qoşulur komandaya, idman formasından ola bilər bir qədər uzaq olsun, zaman lazımdır, amma ən azından qayıdır. Artıq Bakıda olduğu və hər an transferin açıqlanacağı xəbərlərini alırıq. Məncə Varqasa görə də Neftçi azarkeşlərini təbrik etmək olar. Və bugün biz onu ən azından stadionda görəcəyik. Ola bilsin. Amma əskiklər də var. Neftçiyə düşünürəm ki, ən azı 2-3 daha yaxşı transfer mütləq lazımdır. Bunu Verindub da açıqlamalarında qeyd eləyib. Mən hətta mövqelər üzrə deyəsi olsam, məsələn, sağ cinaha ən azı bir futbolçu istəyərdim. Çünki Falayo Sakonun ümidinə qalmaq, Falayo Sakoda da səhv etmirəmsə, Falayo Sakonun ümidinə qalmaq bir qədər risklidir. Daha bir futbolçu ən azından rəqabət olmağı baxımından, həm də Sako əslində Premyer Liqanın son oyunlarında ümid verirdi, amma yoxlama oyunlarında açığı gözlədiyim, məncə gözləntilərin altında qaldı. Sağ cinaha futbolçu lazımdır. Qapı mövqeyinə mən düşünürəm ki, əgər Kənan Piriçə ümid edəcəksə, bir nömrə kimi yoxlama görsün də yenə ciddi səhvi ilə yadda qaldı. O alışdığımız ürəyimiz ağzımızda olacaq. Bəli, çox etibarlı deyil də. Yəni qapıçı komandanın yarısıdır deyirlər. Kənan Piriç komandanın yarısı deyil. Bu baxımdan mən əslində gözləyirdim qapıçı transferini. Görünən odur ki, Kənan Pirislə də əslində yolların ayrılması ehtimal olunurdu. Bəlkə də müqaviləsinin olması imkan vermədi ki, Kənan Piris komandada qaldı. Bu mövqe, yəni 2-3 futbolçu, hətta hücumun 9 nömrə mövqeyinə məncə bir yeni transfer də olsa daha yaxşı olardı. Məhsuldarlığı yüksək olan, fürsətləri daha yüksək faiz etibarilə dəyərləndirən bir hücumçuya ehtiyac var idi. Ümumən 2-3 yaxşı futbolçu. Artıq bundan sonra Neftçi həmin 2-3 futbolçu ilə transferlər olmalıdır ki, əsas heyəti oturmalıdır qısa müddətdə. Fayda verməlidir, ehtiyat qüvvə üçün yox. Bu baxımdan, bu da təbii ki, Neftçidə də bunu bilirlər. Bəlkə də Neftçi azarkeşləri bir qədər tələsir, transferlər harada qaldı. Məncə bu da haradasa məntiqlidir. Çünki Verindub təkcə Avrokubokları düşünmür. Həm də Premyer Liqanı düşünür və hətta çempionluq hədəfini açıq-aşkar bildirib. Ötən mövsümlərdə Neftçi rəhbəri də bir qədər ehtiyatlı danışırdısa, artıq açıq-aşkar bu mesajları ötürüblər. Komanda çempionluq mübarizəsində olmaq istəyir. Yəqin ki, Neftçi rəhbəri də bilir, hazırki heyətlə çempionluq mübarizəsində olmaq çətin olacaq. Ən azı 2-3 yaxşı transferin olması
mütləqdir. Amma burada Verindub amili var. Bilirik ki, ötən mövsüm çətin dönəmdə komandanın baş məşqçi postuna gəldi. Məncə çox çətin olan missiyanı yerinə yetirdi. Neftçi bəlkə də Avrokuboklardan qopmuşdu. Avrokuboklardan kənarda qalması bəlkə də dəqiqləşmişdi, amma Verindub mübarizədən qopmadı. Komandanı Avrokuboklara daşımağı bacardı. Bizim Premyer Liqa asan deyil, kənardan göründüyü qədər ardıcıl qələbələri qazandı. Bəzən bizim digər iddia klublarımız da çətinlik çəkir o ardıcıl qələbələri. Amma Ukraynalı mütəxəssis bunu bacardı. İddialıdır. Hətta Konferans Liqasının qrup mərhələsindən danışır, liqa mərhələsindən danışır. Çox çətin görünür, çünki Dinamo səddi aşılsa belə qarşıda Braqa kimi bir maneə var. Bəli, Braqanın da oyunu var, amma və dediyinə görə də öz təcrübəsinə çox inanır. Bəli, öz təcrübəsinə inanır. Neftçi də daxildə baş verənlərlə bağlı deyəcəklərimiz bu qədər. Təbii ki, pozitiv məqamlarda qeyd etdik, narahat doğuran negativ məqamlarda qeyd etdik. Ümumiləşdirəsi olsaq, məncə son illərin ən yaxşı neftçisi olduğunu deyə bilərik. Düzdür, Qriqorçukun hazırladığı, Samir Abbasovun hazırladığı neftçiyə də ümidlər böyük idi. Amma nəzərə alaq ki, Verindub həm də son mövsüm o işarətləri verə bilib. O işarətləri verə bilib və özünün də gətirəcəyi transferlərlə bir neçəsini gətirib və bir neçə də gətirəcəyi transferlərlə mən daha güclü neftçi gözləyirəm. Və azarkeşlərin nəzərinə çatdırmağa çalışıram ki, burada bir səhvlik olmasın. Təbii ki, biz neftçinin piki deyil. Yəni neftçinin piki daha yüksək səviyyədədir və bu neftçi ondan uzaqdadır. Təbii ki. Amma biz son illərdə o qədər neftçini zəif görmüşük ki, indi gördüyümüz neftçi müqayisədə yaxşıdır. Və azarkeşlərdən danışmışkən, bilirəm neftçi azarkeşləri xüsusidir, futbolumuzda çəkisi var. Açıq məşqdə də biz gördük ki, tribunalarda necə möhtəşəm ab-hava yaratdılar. Komandanın pis günündə də komandanın yanındadılar. Təbii ki, onların haqqıdır irad bildirmək. Yəni çətin gündə komandanın yanındadılarsa, irad da bildirə bilərlər, nöqsan da bildirə bilərlər, tənqid də eləyə bilərlər. Amma bir qədər səbirli olsalar, sakit olsalar daha yaxşı olar. Çünki nəzərə alsınlar ki, neftçi çox çətin dönəmdən çıxır. Çox ağır bir perioddan keçir və tədricən inkişaf eləmək istəyir, tədricən o işarətləri biz görürük. Bir qədər səbirli olsunlar, ola bilər ilk oyunlar da ağır olsun. Məncə Verinduba inanmaq lazımdır. Necə ki, neftçi rəhbəri də inandı, ondan uzun müddətli bir müqavilə də bağlanıbdır. İnan var, ümid var, çətin olacaq. Hətta belə bir şey deyim, mən hiss elədiyimi deyirəm, hoca. Bunu bilməyən azarkeşlər də bilsin. Əslində Verindubla bu müqavilənin artırılmasının səbəbkarı azarkeşlər oldu. Verindub azarkeşləri ələ aldı və onları inandırdı. Azarkeşlər də rəhbərliyə fikirlərinin belə deyək də təsir qoydular ki, yəni bəli, budur. Bəli, onlar da dəyərləndirdilər. Və mən düşünürəm ki, yəni bugünkü gündə Respublikamızın əsas fan klublarından biri olan Forza Neftçi fan klubu bunu başa düşür. Biz illərdir komandanın ən zəif dönəmində belə o dəstəyi görürüksə, demək o insanlar hər şeyin fərqindədirlər. Bəli, qatılıram fikirlərinə. Artıq Neftçi yeni yolun başlanğıcındadır bugün. Uzun aradan sonra Avrokuboklara qayıdır. Ümid eləyək ki, Qarabağ, Sabah, Zirənin qələbələrinin ardınca Neftçi də Avrokuboklara qələbə ilə start verəcək. Komandaya uğurlar arzulayırıq. Braqanı düşünmək olmaz. Braqanın oyunu var, ehtimal çoxdur, rəqib Braqa olsun. Komanda Dinamo ilə oyunlara köklənməlidir. Ən əsası bu mərhələ adlamalıdır və bu mərhələni adlamaq psixoloji olaraq da komandaya bir əlavə güc verə bilər. Komanda iki oyunda həm də komandada heyətlər arasında, zonalar arasında əlaqə möhkəmlənə bilər, daha yaxşı vəziyyətə gələ bilər. Braqa ilə oyunlara danışacağımız məqamımız çoxdur, vaxtımız çoxdur. İlk öncə bugün axşamki oyuna köklənməlidir komanda. Uğurlar arzulayırıq, ümid edirik ki, Palm Sports arenanı dolduracaq azarkeşlər maçın sonunda xoş təəssüratlarla stadiondan ayrılacaq. Təşəkkür edirəm, çox sağ ol. Vaxt ayırdın. Hələ axşam həm vloqumuz, həm də canlı yayımımız var. Biz işləməyə davam edirik. Əziz azarkeşləri də yalnız biz stadiona səsləyə bilərik. Bəli, gözünüz Sport Info TV-də olsun. Siz də fikirlərinizi mütləq şərh bölümündə bizimlə bölüşün. Maraqlıdır bizim üçün də fikirləriniz. Görüşərik. Oyundan sonra, oyundan öncə digər videolarımızda görüşərik. Hələlik.